Sənə canımızda qurban, yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq, yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamız anar doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq, nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqlarıq. Bu şeydə televizor kuntudur. Gör sən nədir, ventilyatorda? Oy, nə yaxşı üzü qışa ventilyator almısan. Nə bilim. Şeylədim də, maşının kabinkasını satdım. Şeylədim, ventilyator aldım evə, Allah qurban. Yavaş-yavaş artıq borçlarımı bağlayıram. Cəm 60 cəmi borcum qaldı. Çay açıram. O yenə bir iş var, cəzası axşamın bir 300 manat qazanc olacaq. Nə yaxşı. Talih birdən düzəlməsə. Rüzgar mı seçdən mən rüzgarlı gedirəm. Hər şeyinizi satıb mən tutarmalısınız. Riskə girmişəm da arzu. Va bank tutar 300 manat gəlir, tutmaz hər şey gedir. Şey risk eləməli də həyatım, çay gəlir. Alo? Hə, Çingiz qadan alı. Canıya can. Ha, bir dəqiqə dayan, yaxşı, hə. Çingiz yoxdur. Çingiz, yanında axsaqqal adam var, söyüşlə danışamıram da, deyirəm pul yoxdur. Gelin. Ay Çingiz, qadanam bizə yaraşmır. Sən mənə niyə hədə qorxu gəlirsən? Yoxdur, nə qaracaqsan ma? Var vermirəm. Hə, gəl öldür ha, gəl vur öldür. Hə, orada polisi yığ, axsaqqal orada polisi yığ. Gəl öldür hə məni, gəl öldür ha. Ay Çingiz, sən mən bir dəqiqə... İmran, sənsə? Hə, qadaqa, bağışda bu Çingiz yoxdur mu həyasız? Hə, 5-10 manat borcamışıq dedik. Nədir? Hə, İmran, biz kesin dəfə çörək deyəcəksən də sağ dedim ki, sənə ant verəm bu çörək məndən o şey dirəm. İmran, yoxdur, sən öl yoxdur. Hə, sən öl deyirəm, mən niyə ölürəm? Deyirəm, yoxdur, ay İmran, sən məni öldürməyəsən ha? Sən pula görə, borcu görə məni diriyib öldürəsin sənə. Gəl vur öldür al. Gəl öldür da məni, öldür qutarım da. Mən də qutarım, sən də qutar da. Bilək də, canımızı bilək də. Qəşək deyil, kimə deyirəm gəl öldür, zantı basır. Söhbət oldu. Alo? Hə, Qəmbər. Qəmbər, qadanam, mən sənə... Ay Qəmbər, bir dəqiqə qulaq da qadanam, mən sənə dedim, Savağa pul səndədir. Hə, əsəbləşmədən bir dəqiqə dayandan ayağın altı. Hə, mən demişəm bugün pul səndədir. Pul səndədir da qardaş. Qəmbər, düzəltmişəm sən nə? Ay, sən əsəbləşmə qardaş. Qurbanım öldürmüşəm o, mən saat demişəm. Nə qədərdir? 1300'dür qardaş, düzəltmişəm da yavaş-yavaş yığıram. Sən ol, bax, burada şey... Ay, sənin pulun düzəlir, axşama pul səndədir da. Hə, yox, sən ol deyirəm, qadan qalıb. Oldu Qəmbər, oldu. Nə əcəb buna demədin, gəl vur öldür. Kim az? Dəli Qəmbər, hə? Buna deyirəm, Savağa pulu çatdırayım, yavanı götürür üstümə yer. Tez, bu günə salmışım, başı xarab, dəli deyil, dəli. Talih, günortadan sonra gedəcəm kəndə. Gedim Kamranı... Gəlim biraz yaxın, qoy istəyir, istəyir. Gedim Kamranı götürüm, gəlim, məktəb başlayır işi. Hə, get da qoy. Biraz da pul verərsən, gətirəndə uşağın başını qırxdırım. Uşağa baxanda qorxuram, uşaq oxatan kirpiyi oxşuyur. Yazdı uşaq. Nə yox, oxatan kirpi? Ha, görməm uşaq nəyə oxşayar bə? Uşaq nəyə oxşayar? Mən Kamran boyda olanda arzu, 80'miş bəlkə uşaq oxşuyur kimi. Mənim anam məndən ipələnmirdi, sən də öz doğma uşağına ipələnirsən. Başına lezvalatdır, fısyo. Talih yaxşıdır. Dedim fısyo da, arzu, məndə 1 manat 40 qəpik görürsən, dirəm ha məni.
Ay Tale. Yaxşı, axşama bir iş var. Düzəlsə bir 300 manat demirəm, qazanc oluyor. Oradan verirəm qutardı. Ne olmaz? Az görmüşsən! Sərsəri mənə dediyi komplimenti var! Gəl səsini! Ne deyir ki? Qorxma, gəl. Nə kompliment, hə? Dedim Ayfa, bu gün nə qəşəng kələ kimi görsənsə. Başın xaraftonu sözlər deyirsən. Görmüsən adam elə vurdu, elə bir kələ vurubdu. Tabii qorxu. Ev döyürək, hər gün dava. Bezmişəm uşaq. Talih deyib ki, gələn ilə bir dənə ev alacaq, köçüb gedəcək. Canımız qutaracaq Nobeldən də, onun bu evindən də. Bu ev düşmədi bizə, Arzu, bu ev düşmədi bizə. Qismət başı batmışdı. Axşam mənə deyir ki, Vəfa, yaya kimi boğazımı tıxıyacağım, heç nə yeməyəcəm. Yaya kimi 1-2 manat pul yığıb bir otaq da alsa, alıb köçəcəm bu evdən. Alsın. Tarih devalı. Bəlkə elə qismətin evin deyir. Vəfa, onlara bax, qardaş kimidirlər. Onlar bir-birindən ayrı yaşaya bilərlər. Ay Vəfa, indi Talih 100% çay istəyəcək. Mən desəm ki, yoxdur, qışqırıb ağırı bütün evi götürəcək. Nə olur, sən deyərsən də çay yoxdur, yaxşı. Vermisən Ərvilanın əlinə. Deyərsən də sən. Yaxşı deyərəm sən, deyərəm. Talih, Hə. acından ölürəm. Mən Vəfaya desəm yenə məni döyəcəkdi. Ona dedim, bizə stakan çay versin də heç olmasın. Hə, ayıb var bu dəqiq. Yenə. Vəfa. Az qismət acıqdır. 2 dənə bir dənə qlazok pişir. Nə? 2 dənə qlazok pişir. Şeylər Hə, yaxşı. Sırf dedim. 2 dənə qlazok pişir, qlazokun biri mənim daha qismət. Qlazokun biri mənim. Yaxşı. Yaman acımayacağım sana. Ama Dürənki dənizi qırandakı balıq kabının yeri var da. Nə balıq şabal bu? Dənizi qıranda balıq kabı yaya bizi vurmurdu. Sən nə qalasın mən boş söhbət və gelirsən baş kimi. Ama gördün atsızdırdım onu yerində. Qismət. Dünən evə bazarlığı kimi eləyibdi. Mən. Allah getirsin bir gün də. Mən eləyərəm. Bu gün kimi elibdi? Mən. Sıraycın kimi elibdi? Mən. Yaman mənəm deyirsən, özü ki yaman da artırsan. Yox, sən mənəmlik yaraşır, mən demirəm. Mən sən qavanga durası deyiləm. Qoy, həyatda hər zaman səsin elə ucalardan yatın bazara. Bazarlıq eləyib, bana fikir vermə. Talih, nə mənəmlikdə? Bu yaşayışdır biz yaşayırıq. Bu nədir? Niyə nə şükürlük eləyirsən, ha? Bu gününə şükür. Kətdə kimi deyə 2 dənə gədə-güdə şeylər idik, ha? Gəldik, evimiz var, şükür Allaha. Altımızda maşınımız var, işimiz var da nə istəyirsən? Yaxşı. Düzdür, evdən də kirədə qalırıq. Maşındakı adamın ağzı ağrıyır ona maşındayanda. İşdəki, nə işdir? Konkret gədə-güdə həyat yaşayırıq, ha qismət. Dirənifdir hər şey. Amma sən mənəmlik yaraşır Füsiyat. Bazarlığı dayandırma. Sadəcə gedərik yaraşır, nə olur? Talih, tanımıram, yaxşıdır. Bir dəqiqə. Bezmişəm, mənim toykuşlarımın hamısının vəziyyəti yaxşıdır. Qismət, bura gəl. Bircə dəqiqə. Hamısı, ay bir sən nə yaşayışlardır, hamısı vəziyyəti. Qismət, sən bura bura gəl. Bum! Sən bura bura gəl. Yaş qada qalım, ha? Sən bura sarmısın. Hadi qada qalım derim, hadi. Qırma, qalmışsan elimi. Qismət, səni çağırır, get dana bilmirsən bura. Hadi mən kaldı sen elimi qırdırdın. Talih, dünya gözümə tor görsənli. Canın çıxıb mən konserlerimi alırsan qismət, bilmirəm.
Hurra! Tapdım. Ben belə oynamıram. Mən belə oynamıram. Siz məni görmüşdünüz. Kustu Esya, taptım Esya, taptım seni. Taptım. Özüm taptım. Mən belə oynamıram. Həsrət, alma desəm gələrsən. Armud desəm gəlmərsən. Bu ne gözüm, onu taparam. Все. Sakitləşdirdim ikisində də şeyler. Evet işte. Televizorun pultanı. Televizorun pultunu Nobel müəllim yığışdırıb. Deyir, nə vaxt ki kirayənin pulunu verərsiz, onda da pultu da çıxardıb verərəm. Duvarsa adamı. Onu da Nobel müəllim çıxartdı. Kirayənin puluna görə. Başı TV kirayanın pulunu görmür. Başa düşmüyor. Arzu. Bu ne da? Ayak yolun üstündeki. Nobel müəllim bağlayıb qapısını. Deyir, nə qədər ki kirayə pulunu verməyəcəksiniz, ayaq yoluna getdi yoxdur. Temiz ağ elədi. Nobel, bura gəl ki. Bu ne pis pirdellik deyirsən ha sən? Başa düşmədim ha. Bu ne qadağalardı qoymusan. Bomba olacaqsan başa düşmədim. Bir damın altında yaşayırıq da. Da bundan sonra gəl mənim üzümə sök da sən. Sövmürəm elə bilirsən? Eşitmədin dünən axşamki söyüşləri? Dünən axşamki söyüşlərdən sonra mən də bildim sən gedib özünü 8-ci mərtəbədə atacaqsan. Sən özünü divana attın, yatdın və xoruldadın. Çıxımına get lan ha, çıxımına get. Və hara gedin? Emmi kiryəsinin pulunu ver! Ver pulu! Vermirəm, öldürəcək məni. Elə bir səni öldürməyəm! Sen o bu yaşımda seni öldürüp giderim Slaviklerin yanına Sroka öldürürüm. Tesbihimi getirin. Bildin? Ne aşağı? Pulumu ver. Gönlü çıkartın. Alo, hə Qələndər. Ben Sroka'da giderim. Ha, gel. Koyarada giderim. Hə qadınam, eşidirəm. Bir dəqiqə deyim. Giderim. Qələndər. Bir dəqiqə sənə söz deyirəm, Qələndər. Sən hadi. Ha nə gəlirsən? Sən dedim axşam ki sən pulunu verib mənə Qələndər. Ayağın altında ölüb Qələndər, nə deyirəm mən? Gör mən nə deyim? Mən sən kişi kimi nə deyim? Dedim axşam verin. Yenə dəllik tutub Qələndər. Tüpürüm bu çara mən ölümdən qorxmuram. Deyirəm verəcəm, da kişi kimi sən söz deyirəm. Ay Qələndər. Qada qalıb deyirəm, sən mən nə deyirəm? Birdən bunu başladım. Kimdir o? Qələndər yenə çox dəl Qələndərdir. Bəli. Hadi. Hadi. Bəli. Böyüyəm, böyüyü. Ha, söyleme. Dedi? Ha, pul olsa getir benim evimi ikiliyesin verir de. Öldüresen, ha, senin de bir, o puldan öte adam öldüresen, Slavkin yanına koy, Sroka gir. Ha, kulak az kurbanım sana. Sabah. Akşam Ha, bana pul olsa bana verer de benim ikiliye. Kulak az. Ay, sabah akşam. Bu akşam. Ha, kişi söz dedim. Seher getirip verer. Yok Bu akşam pulu getirip sana verer. Bəli. Ben söz. Atveçatam. Cevap deyəm də cevap. Akşam mütləq dava. Yaxşı sana, qurbanım sana. Akşam apar o dəlinin pulunu ver də. Yaxşı. Qadan qalma, ayıb olar. Sən ki atveçatsan, tutacağım. Öpürəm, sağ ol. Qismət, gəl. Gördün bir güllə iki doşan nətər vururlar. Nətər? Çerez Nobel, dəli Qələndərdə susturdum. Nobeldə susuf gəl. Arzu mənim balam bir dəqiqə. Arzu kızım o talih edilen ki yaşadığınız vaxtdan bugüne kimi hesablayıp benim kiryə pulumu versin. Ay Nobel dayı, deyirəm elə bəlkə bu evi satasız bizə qutarsın getsin də. Benim balam o talih ev kiryəsini verə bilmir. Evi necə alacaq? Necə alacaq evi? Necə?
İpoteka ilə alarıq da Nobel dayı. Ayda 250 manat veririk, yavaş-yavaş gözümüzə görürsün. Abala, o ayda 200 manat verə bilmir. 250 manatı necə verəcək? Necə verəcək, necə? Mən başa düşə bilmirəm mənim balam. Bu neçə illəri biz Tale ilə necə yaşamısan? Neyniyim ay Nobel dayı? Uşağımın atasıdır. Bir yastığa baş qoyuruq. Dolanmalıyıq. Bir yastığa baş... Yastıq? Hanı mənim yastığım? Hanı mənim yastığım? Döşəyim var, Ceylan! Döşəyim var mənim! Hanı mənim döşəyim? İki, üç, dört, beş, altı. Geldik. Yok neyse tohundun yok tohundun. Ayağım değmedi, yağmamışam suşu. Sen bu ayağı yok, bu ayağı değil. Neyse. Oğlum canlı elemek söyle. Allah trafayı verir. Oyna. 8, 9, 10. Ay seni buna bak. Hem gel kesinlikle. 10 oldu ha. Haradasın? Bayaqdan sizi gözləməkdən hər işlə məşğul olmuşam burada. Keçərliyorum. Ne oldu? Ha. Hep uşaqsın keçərliyorum. Özgür yapalım sen uşak. Bak 3-2 oldu ha. Sonra devam edəcək. Sonra oynayacaq. Salih Hanım. Birazdan gələr. Ha, ne olar? Bəli, fikir etməliyim. Çox sağ olun. Hə, maraqlanıram, nə olar? Problem deyil. Bir dəqiqə üzr istəyirəm. Həsrət. Sən haralarda işləyə bilərsən? Göbək rəqsindən başqa hər yerdə. Fikir etməliyim, üzr istəyirəm. Burada məndə bir nəfər var, özün yaman dartır. Deyək ki, göbək rəqsindən başqa nə iş olsa işləyərəm. Olar, hə, niyə olmur? Hə, yaxşı. Problem deyil, elə biləm ki, taparam, olan kimi zəng edərəm. Sən niyə özünü dartırsan, Zapadlı o zadlı, göbək rəqs eləyib, çörək pulu qazanma. Mənlik deyil də Teymur müəllim. Gül kimi pulunu işin, bax, sonra gəlib deməklə ki, mənə dönər pulu ver. Heç demərəm də, özdə mən nə bilim göbək rəqsi pullu işdir. Teymur müəllim, sizə Rəfiqə xanım zəng eləmişdi. Dedi ki, razıyam. Aydat. Da bezdir be bu arıq, mən canım yiyilib boğazıma. Kimdir ki o Teymur müəllim? Qonşumdur, zəhləm gedir ondan. Deyir, məni işə düzət. Mən də azdırmaq üçün, başımdan eləmək üçün deyirəm ona ki, hər dəfə bizdə işin şərtləri çox ağırdır. Hər gün 50 dəfə jim eləməlisən, 100 dənə də pres. Özə deyirəm, mən hisslərində baxmıram qonşuya qoyma. İşçiləri döyürəm, söyürəm, şapalaqlayıram. Ayda da 28 manat əmək haqqı verir. Nə deyir ki? İndi deyir ki, razı. Üzə baxıram. Nə olub Atali? Kimmisən? Yox Teymur müəllim, maşında tərləmişəm. Başında niyə? Teymur müəllim, bu heç xalq çıxmazsan. Maşın kabikasını satdım, Spark'ta bir şey elədim də. Maşın kabikasını satdım, evə ventilator aldım. Bir şey elədiyin daşmaz. Bunun da üstü yox idi, maşının. Getdim, salfanını attım ki, yağış tuza düşməsinlər, sürməsin zibilə qalmış. O da qonşu paltar saranda şipilka düşüb. Salfanı deşibdi. Tezdən bir də qalın klyonka almışam, belə çəkmişəm. Ağladı. Hər yerini bağlamışım. Maşın parnik deyib parnik. Sen olsa parka otur adamlar. İgnalda 5 dakika oturmak olmuyor. Orada burayı tutun. Bir de bırak kaç. Bir de bırak otur. Suyun içindesin, git paltarını değiş. Hiç böyle olmaz. Oradan bura bir bak benzin gibi. Parnik olandan yaman çok yiyir maşın. Bura bak, bak demiş, senin maşının o benzin bakonun harasındadır. Arasında ne der? Spidometrin böğründe de kilitlik butoka, sok butokası. Seyir ama ha. O gün zapravkada görürüm benzin dolduran şlankı qabaq qapının pəncərəsindən belə salıb içəri. Elə bildim gözünə soxur şlankı. O da salam verir. Sağ ol.
Ay, nə yaxşı. Xeyirli olsun, xeyirli olsun. Hə, nə olar, lap yaxşı. Deyərəm hamısına, deyərəm. Arxayın ol, oldum amma, öpdüm. Xeyirli olsun, sağ ol. Nə mama sağmısan şimdi? Az, dükan açıb kənddə. Bəsdim amma. Dükan açıb, deyir kəndə gələndə ta gedib ondan bundan al-ver eləməyin. Gəlin xeyri özümə verin. Sağ ol. Nə dükan ay qız dünənə kimi dilənmirdi bu. Acılan ölmürdü. Ay qız, kənddə camaat fitrəni götürüb bunun evinə çıxıblar, Bəsit xala gilə çıxıblar. Bu da götürüb, nə bilim kimi bir tay un verib, 10 kilo qənd verən kim, pesok verən kim. Götürüb hamısını yığıb evin bir küncünə. Evin küncündən Porsche qaçıb küçəyə həmin ərzaqları elə həmin camaatın özünə satır. İndi deyir ki, kuxnyanı remont eləmək istəyirəm. Bəlkə Qurban bayramında ət dükanı açdım. Azı açar. Talihin anasıdır. Talihin anası da açar. Ceylan xan. Ceylan xan. Son gümanım sizdən bir təvəkküm. O taliyə deyir mən ev kiriyə pulumu versin də. Axı mənim də ürəyim var, mənim də ürəyim gənclik ehtirası ilə döyülür. Mən vaxtında evlənsəydim, indi balaca nəvələrimlə oynayardım. Görlə-görə qalmışam ki, talih məni oynayır mən. Versin də mənim borcumda. Günah səndədir də, Nobel. Vaxtında mənə qulaq assaydın, indi 2 dənə gül parçası kimi bir oğlan, bir qız nəvəm var idi. 2 bığı burma kürəkənim var idi. Cavan da həyat yoldaşım. Yavaş ağası, yavaş. Teymur müəllim, sizin yoldaşınızın adı Zərdişandır. Yox, nədir ki? Ona baxayım. Elə bir ki, bu dönər putkası yoxdur. Buradan sizin adınıza bir dənə dönər aldım, yedim. Daha sizə çox naqurska düşməsin deyə, elə bildim yoldaşınızın adı Zərdişandır, onun da adına ayran aldım içdim. Tak ki, o putkuya sizin ailəvi borcunuz var, onu verərsiniz, rəhmət olmasın. Yenə işləri törləmişsin. Mən də fikirləşirdim ki, sənə bugün iş tapşırım. Nə iş Teymur müəllim? Dünən nəşriyyatda çıxış elədim. Oho, həzətdir. Mənim çıxışımdan sonra nəşriyyatın bütün işçiləri bir yerə yığışıb təcili qurultay keçirdilər. Qurultayda yekdilliklə qərar qəbul olundu ki, məni bir daha nəşriyyata buraxmasınlar. Düzdür, sonra özümlə fikirləşdim ki, mənim bu yaşımda o hərəkəti eləməyin yeri yox oldu. Yenə birinci dəfə olsaydı bəlkə də keçərdilər. Amma bu birinci dəfə deyildi. Heç üzüm də gəlmədi ki, yığam cəmaatı bir düzəməlli üzr istəyirəm. İndi özüm də fikirləşirəm ki, heç bundan sonra özüm də ora getmərəm ümumiyyətlə. Yaxınlaşmaram ora. Ona görə də belə qərara gəldim ki, bugündən sonra elə materiallar ora sən aparasan. Mən tanımıram axı ora, nə bilim ora. Tanımırsan nəşriyyatı, 40 ildir mətbuatda işləyirsən. Yox, oradan tanıyım mən. O ATV TV şirkətindən belə aşağı düşürsən, Orada o qədər aşağı yuxarı yol var, mən nə maram deyim? o sağ tərəfdə yox, sol tərəfdə şadlıq evdir, sağ tərəfdə qəbirstanlıq. Sən də belə dikinə düşürsən aşağı, orada belə böyük bir ol. Köz dönərin yanı. Sən də dönər ölçün. Bəs deyirsən tanımıram, o Ona tanıyıram. Ay sağ ol, tapdın görürsən. Ay uşaqlar. Qulaq asın görək. Biz bu qəzetdə başqa daha hansı işlərlə məşğul ola bilərik? Sərfəli işlərlə. Teymur müəllim, biz bu qəzetdən başqa hər bir işlə məşğul oluruq. Təşrif edirəm, biraz da qəzetlə məşğul olaq da. Açığını desəm, mən özüm buradan işdən çıxmaq istəyirəm, çünki bu qəzetdə pul yoxdur. Vəziyyət çox pisdir. Nobel müəllim də ev kiriyə görə evdən çıxardır. Tabii ki, dözülməzdir. Mən baxıram, qəzetdə mümkün deyil. Pul 1 qəpik yoxdur axı, qazana bilmirik. Yoxdur pul. Sən qismət nə danışırsan sən? Necə yəni? Bu dəqiqə qəzetdə olan qazanc, qəzetdə olan pul hansı işlə var? Hani? Sadəcə olaraq siz şusturu diyorsunuz, geri başlıyorsunuz, ölüsünüz. Gündə bax, bu qapıdan içəri nə qədər sponsor gelir? Bir 10 nəfər zat gelir. Biriniz o sponsora belə salam verəndə, əyilib salam verəndə, o biriniz də tez cibindən kaşlökün çıxarır, cibinə girirlər, qoldum, saatını çıxarır. Mən saatlərlə oturup burada o sponsorlardan çənə vururam burada.
Siz bir kaçın ki bu maşının tekerini çıkardın, ne bileyim magnetofonu çıkardın, akümülatörünü çıkardın ki onun çikolun zadını sökün çıkardın satında. Gördünüz bir şey çıkmış, redaksiyonda çıkan bir idare kapısı açın, o iş adamlar bir şehirliğin gene senden yazacak kartı var gelen nömrede. Biraz sustur olun, biraz sustur. Ben sizden ne istiyorum? Susturun. Dəfə mən hələ həyatımda Talih kimi şustur adam görməmişəm. O ki o Foxnik Rüstəmin cibindən 100 manatı çıxartdı ya. Onda bildim ki Talih necə şusturdur. 10 ildir Talih məndən bir evdə yaşayır. Hələ indiyənə qədər onun bu evə ət aldığını görməmişəm. Teymur müəllim, 1 milyon pulum ola evə 1 kilo ət almaram. Niyə? Nədən mən ət alacağım? Çabra da yiyib boynunu yoğunladacaq. Oğlumdur da. Oğlum yatsın boynumda oğluna bax, hə. Mən atamın oğlu da öldüm, məni ət yetişdirdim. Yaxşı. Geçsin o bayat yeməyə. Yaxşı, boynu yoğun, qulaq as. Nadir borcunu istəyir. Hansı? O bizim qonşu. Hansı? Kök Nadir. Hala Nadir'i bildim, hansı borcunu istəyir? Ondan 12'dan 13'dan borc almışım. Nə deyir ki, kandırıyor? Talih bilmirəm. Evləki cəmaat məni bezdirməsin. Apar Nadirin borcunu qaytar. Teymur müəllim, bu Alverin 2 başı var, amma bu xeyir tərəfi var, bunun ziyan tərəfi də var da. Bilirəm ya Alverin 2 başı var, amma dirənib də mənə. Mən başa düşürəm Alverin 2 başı var. Elə biləm mən özüm də 2 ton mal yandırmışım. Teymur müəllim, siz də alverdə yanıbsınız. Yox, Alverdə yox. Dünən axır 2 ayda satılmayan qəzetləri yığdım, apardım. Balaxanı zibilliyində yandırmışım. Buna bax. Kesin. Bu 3-cü səhifə niyə belə yağlı? Teymur müəllim, 3-cü səhifədə yağın reklamını eləmişik, ona görə yağlıdır da. Teymur müəllim, bu qəzetdə bu qədər reklam var. Mənim pulumu verin, gedin mən də ev kiranı verim. Evdən çıxardırlar axı. 150 manat nədir ki, onu verin mən aparım evə çatdırım da nə bilməliyim. Qismət, pul yoxdur. Yaxın günlərdə də olmayacaq. Bildin? Mən deyim. Teymur, xahiş edirəm də nə? Cəmaatın pulunu ver də Teymur. Niyə Müəllim harada qaldı, hə? Nə müəllimə ay yarımda maaş vermirsən, sən hələ müəllim dedin hə? Maaşına vaxt versən müəllim Talih, 2 ayda bir dənə qəzet satılmayıb, apar hamısını yandırmışıq. Pulu hardan al? Pul yox. Teymur, o mənim problemim deyil. Teymur, eşit bil, kulağını at eşit. Sən səni məhkəmələrdə süründürəcəm. Səni Avropa məhkəməsinə verməsən. Məndən pis adam yoxdur. Nəhrat ol mənə basana. Bunu verəcəm mən Avropa məhkəməsinə. Sənin Avropa məhkəməsində tanışın var. Tanışım yoxdur. Nə dəxli var? 300 manat verəcəm, tanış tapacağım. Dəxli yoxdur. Buna bax, buna bax. Talih, 150 manatlıq işə mən 300 manat pul xərcləməliyəm. Sənin başın itdir. İndi hansı zamanda yaşayır? İndi 10 manatı diriltmək üçün 20 manat xərcləməlisən. O da adamın ola, dayın ola, ondan sonra dirilmə, o da bilinmir. Sən mənə 300 manat verirsən ki, lap istəyirsən məhkəmə tutasın. Bəli 300 versən, yerində 150-ni verirəm, tutar. Sən heç başın ağrımır. O vaxtı toydan sonra Qismətin əlində yaxşı pulu var idi. Qərara gəldi ki, gəlib şəhərdə bir dənə ev alaq, köçək gəlib Bakıya. Nəysə gəldi şəhərin mərkəzində bir dənə evə baxdıq. Sözün düzü ev mənim xoşuma gəlmədi Arzu. Ev darısqal idi, qaranlıq. Sən bilirsən axı mən genişliyi xoşlayıram. Nəysə yol gəlmişdi, yorğun idi o. Getdi oturduq bir restoranda, yedi, içdi. Oradan getdi qastinçiyə. Özün də Qismət tanıyırsan da xərcləyən, adam vnimatilni. Qəşəng bir dənə otaq götürmüşdü qastinçədə. Nəysə, səhər durduq, hələ qastinçanın restoranda zavtraqımızı elədik. Bir anda makler zəng vurdu ki, biz tez gəlin zığa. Zığda 3 otaqlı ev var. Getdim, baxdım, orada xoşuma gəlmədi Arzu. Həyət evi idi, sən bilirsən, mən həyət evində yaşaya bilmərəm. Nəysə, tezdən mindi taksiyə, gəldi Nərimanova. Orada da 1-2 dənə evə baxdı, gördü, yenə acımışam. Getdi, oturduq restoranda, yenə yedi, içdi. Oradan tezdən mindi taksiyə, getdi Gənclikdəki evlərə baxmağa. Nəysə, yenə gecə yatdıq qastinçədə, nə başı ağrıdı mənə ay bacı. Belə 18 günə taksi, qastinçə, restoran, taksi, qastinçə, restoran, 40 mini xərclədik. Çata gəldi Əliboş kəndi. Bunu bir otaqlı aldı. Ceylan xanım. Ay Nobel müəllim. Ceylan xanım. Ay Nobel müəllim. Xahiş edirəm mənim pulumu verin. Ay Nobel müəllim, saçından, saqqalından heç olmasa yaşından utan. Niyə? Lüt kəsirəm mənim utanım. Verin mənim pulumu. Belə oldu. Bəs həmişə deyirdin ki, səbirli ol, hər şey yaxşı olacaq. Nə oldu? Nə yaxşı olacaq ha?
Onu özümə deyirdim, səbirli ol ayağınla, Nobilsə ayağınla səbirli ol. Özümə deyirdim, sizə yox, pulumu verin. Nobel müəllim, üzü qışa gedir. İndi sən iki ailəni İstanbul'la soyuq küçüyə atacaqsan. Yavaş az, yavaş. İsteyim, bütün o istediğim bataryalarını, tarih hamısını satıp, yatağında döşeği üstüme örtürem. Pulumu verin, verin pulumu. Ben diyorum benim pulumu verin. Ay Nobel'im, dərman için dərman. Alın. Derman. Her dersemde sende, pul isteyende, gelin derman yerine beni yuhu dermanı verirsiniz. Uydurursunuz beni. Uyman oluram. Yok. Pulumu verin, siz benim neslimi tanımırsınız. Geleceğim Slayık'ın yerine, benim neslim olsun içeridedir. Pulumu verin, gerrem Slayık, gerrem. Hörmətli oxucularımız, dediyiniz kimi bu qəzet hər birinizindir. Alo? Bəli Nusrat müəllim. Bəli, eşidirəm qadına. Nətər? Yox, Nusrat müəllim, yığmışdı, hə. Hə, Füzul müəllim elə sizdən biraz əvvəl yığmışdı da, o deyirdi, mən nəzər aldım. Yox, biraz səs güdədir. Kiram müəllim? Yox, Kiram müəllim qadınım səhər tezlərindən yığıbdı, o bilirsən, sözdə bütün. Yox, Kiram müəllim hər gün eyni vaxtda səhər yığır, deyir. Hə. Rizvan axşam mesaj yazdı, gecəydi da şey eləmədi. Hə, elə gecə də abratlı mesajı oxuyanda görüm dallan yığdı, elə mesajda yazdığı şeyləri, təkrarçılıq. Yox, qadanam. Nəsim müəllim də zəng gelibdi, elə onlar deyən təkrarçılıq da, nə deyəcək ki? Nə olar, oldu, sən deyən olsun. Oldu qadanam, oldu. Tali, nə söhbətdə? Ay, işlə Nusrət müəllimdir. Biraz borcum var, verə bilmirəm. Bu da acığa mənim nömrəmi dost tanışına yayıbdır ki, zəng vurmağı söysünlər. Gör nə dəyişir. Olmur Ha, Tali, Vəfa mesaj yazıb. Deyir Nobel evi dağıdır. Getmək lazımdır elə. Sən bircə dəqiqə sakitləş Nobel müəllim. Bax bircə dəqiqə. Qoy sən deyən olsun. Mən çıxıb gedirəm. Amma onu bil ki, sən yenə də mənim dalımca düşəcəksən. Sən yenə də mənim dalımca sürünəcəksən. Yavaş az, yavaş. Sünnət, süzdə belədəm. Sənə dokumentləri çırpışdırıb aparma evin sənətlərini. Səni axtaranı da tassan rənət. Bura bax, tarihlə o, nə diyor o? Biraz biz düşdük. Ay Vəfa, deyirəm birdən Nobel bizi evdən çıxardar, biz neyniyəcəyik? Bununla görüşün içəncə evdə biz dəyişirik. Razı işte, neyniyəcək? Qayra gün qismətini açan bəxti olub ki, indi də bəxti gətirsin. O vaxt Fərdə hələ balaca idi. Gör neçə ilin söhbətidir. Qismət getdi Sovetskidən bir dənə ev tutdu kirayə. Evin də xozeyini gəlib Qismətə deyir ki, valla utanıram sizə deməyə Qismət qardaş. Əl biraz aşağıdır. İmkan varsa kirayə pulunu 2 ay qabaqdan verin. Sən də Qisməti tanımırsan. Külü baş. Əlini atdı cibinə. 1 il qabaqdan pulu verdi kirayəçiyə. Üstündən 1 ay keçdi, ay yarım keçdi. Xozeyin gəldi ki, bəs ev plana düşüb, evləri sökürlər, çıxın evdən. 1 ilin də pulu belə batdı mı? İndi mən bu 1 ilin puluna görə düz 1 il Qismətin burnundan gətirdim o pulu. Son bilirsən, niyə döyürsən? Son bilirsən, Arzu, sən niyə? Ay Vəfa, sən niyə belə həyasızsan? Niyə ər döyürsən? Mən yazıq, mən neyniyim ay Arzu? Esiya, bir dənə səndən bir şey xahiş edeyim də nə olar? Esiya, bir dənə qız var. Ölürəm də ondan ötürü də Esiya. Nə olar Esiya, gedək elə ki, sən o qızla görüşdürüm. Biraz mənə təriflə də qıza. Həm denə kəsət belə oğlandı, nə olar Esiya? Mənim nəyimə
kömək lazımdır. Esə nə olur Esə qurban olsa Esə. Sən biz çox imkanlı qız deyə Esə. Sən təsəvvür elə dədəsin 3 dənə dönər putkası var. Hələ tək orada dönər zət satmırlar. Elə bizə elə təkcə dönər zət. Namunəli ayranlar düzüblər belə vitrində bir dənə qəşəngdir Esə. Esə təsəvvür elə mən o qızı alsam ömrümün axırına qədər əlim çörəyə çatdı. Bir dənə Esə nə olar elə də bunun üçün Esə. Yaxşı həsrət. Axşam gələrəm. Muradla gələrəm. Doğrudan de Muradın canı. Gələrəm. Ya de məhəbbətin canı. Məhəbbətin canı üçün gələcəm. Sağ ol Esə. Allah səndən razı olsun. Mən o gün yaşadım, həyat mənlik deyəm ki, bu həyatda mən biləməyəm. Esya, Talihlə qismət hanım? Teymur müəllim, onları sroşin çağırdılar. Onlar evə getdilər. Niyə? Nobil dayı onları evdən çıxardır. Ona görə. Teymur müəllim, içəridə Məmməd müəllim var, sizi gözləyir. Denən ki, Teymur müəllim Bakıda yoxdur. Dedi mi? Dedi ki, görmüşəm səhər. Esya, naxaq. Eybi yox, gözləyir də. Vay Məmməd kişi, xoş gəlmişsən. Ay, Məmməd, xoş gördük. Vay sən, xoş gördük. Allah getirdi. Ben getirdim küçüğümde. Başa düşdüm də, başa düşdüm. Şeylə xanım, başa düşdüm də yaxşı da. Siz çox mədəni insansınız, mən bunu yavaş-yavaş hiss edirəm. Belədir məsələ, siz qalırsınız. Amma talihlə qismət rədd olsunlar. Rədd olsunlar! Nobel müəllim, əsəbləşmə, qurban olun, bizə yaraşmaz. Təzyiqim düşür. Düşür. Ana, Bir dəqiqə. təzyiq düşür. Həkim. Bibi. Ana, təzyiq düşür. Bir dəqiqə. Ana. Ah, hala. Alo, həkim, Ceyrandır. Nobel müəllim yıxılıb, təzyiqi düşüb. Dərman. Dərmanlar neçəyədir? Ay, həkim, o boyda pulumuz olsaydı elə ev kirəsini verərdik, təzyiqi qalxardı. Türkçəçarı bir şey bilmirsiniz? İstəmirəm. Necə, hə? Bir qaşıq bal, bir qaşıq bəhməz. Aha. Həkim, qurban olun, onlardan biri olmasa... Arzu, 2 dənə qaşıq get. Qaşıq. Keşke ağrısı, Ne olur ya Nobel, yine ne artist deyilirsən? Rahatsın. Görürsən rəngi ruhum saralım. Təkin düşüb. İsmət. Başa Zayıf da. Biz arada qohum düşürük. Sakit ol, təmkinli. Başa düşmədin, nə qohum? Sən Ceyrana fikrin ciddidir. Arada belə də çıxın, arada belə. Arada düzdür. Şu arada qohum düşürük də. Biz ev söhbətinə görə yaraşmaz qohum Mən adamlar. heç də bilmirəm İsmət. Bu bacaları burada götür. Rədd olun mənim evimdən. Buna bax, eririm ürəyim sına. Bax, təzyiqim düşdü. Mən atamı da tanımıram, da özünüz bilir. Başa düşməm. Nobel müəllim, mən hər ay Taliyə ev kiranın pulunu verirdim. O sizə çatdırmıydı. Atama lənət, əgər o mənə bir kimi pul da veribsə. Taliyə, Hadi. mən sənə pulu verirdim axı. Niyə ev kiranı çatdırmayıbsan? Əksvət, o yediğin yağ neydi be? O yediğin bal neydi? Ha? O yağ balı da mən öz pulumla almışam. O yağa bala verdiğin pulu mənim əvəzimə kira puluna verə bilməzdin, ha? Ne oldu? Qarın qardaşdan real oldu, qismət. Ha? Başa düşmədim, nədir? Mən uşağımın boğazından kəsib sənin ev kiranı da verməliyəm, Talih. Burcu. Esya, Nə yaxşı gəldin. İngilis dilində bilirsən? məhəbbət İngilis dilində də bilir. Məhəbbət ilan dilində bilir, quş dilində bilir, nemes dilində bilir, dastiş, fantastiş, işlibidir. Esya. Məhəbbət. Hacı. Mən də görüm ingilis dilində. Mən maşın almaq istəyirəm. Necə yazım? Nə problem var ki? Necə deyirlər? Ay dünya, ay dünya, ay dünya. Esya maşını alır. Məhəbbət İngilis dilini bilə-bilə peşkon fırlanır ha. Nasıl ki? Zaten məhəbbət dünən bir dənə qoç alıb boynuzlu. Hamısını bişirib kabab elib yemişəm. Görəm imkanın yaxşıdır. Məhəbbətin imkanı 5 nə yaxşıdır. Məhəbbət, onda mənə 2 manatlıq kontur ala bilərsən. Maşımı alanda qaytararam. Zarafat edirsən Esya. Yox.
Mən bura gəlmişəm ki, səndən 100 manat pul alım, gedim dünən yediyim qoçun pulunu qaytarım. Yəsə deri bir məni ki, nə oldu 100 manat, nə oldu 100 manat? Başa düşmədim məhəbbət. Mən burada işləmirəm. Sən hər ay gedib bir dənə qoç alıb kəsəsən, bilmirəm nə edəsən, sonra da gələsən Esya mənə pul ver. Başa düşmədim Esya. Bəs sən mənim adımdan istifadə edəndə yaxşıdır? Başa düşmədim. Mən sənin adından nə vaxt istifadə eləmişəm? Mənim əmim oğlu mənə görə sizə dillənmir. Başa düşmədim. Sənin əmin oğlu kimdir? Sizin binanın qabağında işləyir də. Qatıq, qaymaq, ayran kimdir? Rizvan. Hər gün ondan qatıq alırsınız, bankasını da qaytarmayıbsınız. Hələ mənim bibim oğlu, Fazil. Bəs o kimdir elə məhəbbət? Çolpa, çolpa. Çolpa zatır da. Həm nəslimiz o işlə məşğuldur. Əmi oğlu, bibi oğlu, dayı oğlu, xala oğlu, hamısı. Bəs nə oldu? Dayın oğluna serjant vermişdilər. Bəlkə kapitan veriblər, xəbərimiz yoxdur. Niyə elə deyirsən ki? O elə onu bu yaxınlarda gördüm, dedi belə getsə, ümumiyyətcə çıxacam bu işdən, keçəcəm köhnə işimə. Köhnə işi nə idi ki? Mörtkən Malina Morro! Hə Murad? Hə Murad? Gəlirsən? Gözləyirəm, yaxşı, yaxşı. Məhəbbət, davay, qaç buradan. Murad gəlir. Gəlib indi səni burada pis günə qoyacaq. Esya, Davay. yadında saxla. Pəhləvan o adam deyil ki, ağır şeyi qaldıra. Pəhləvan o adamdır ki, ağır şey qulağının dibindən dəyə ona dözə. Pəhləvan odur, bax. Amma Davay, mən sağ ol. gedirəm. Burası qulağımın dibindən pəhləvan olmaq istəmirəm. Sağ ol, pəhləvan, sağ ol. Öpürəm. Sağ ol, yenə Sağ gələcəm. ol, sağ ol. Pulumu ver de. Yavaş yavaş Sen Heç nə eləyənməzsən Sama. Bir dəqiqə sən mənə qulaq as, qulaq as. Mən sənə kişi kimi söz dedim. Sen heç olmasa kişilikten danışma. Bəs deyil. Başa düşmədim, mən niyə kişilikdən danışmıram? Nə olub amma? Bəzilər kimi çıxıb stolsa rəqqasəlik eləyib, göbə rəqs oynayıb, sonra çıxıb televizorda qeyrətdən danışırlar. Mən niyə kişilikdən danışmamalıyam, ha? Kimlə nə istəyəm? Bu deyil, onlar nə 5 dəvərindən boşan, sonra çıxıb televizorda möhkəm ailə münasibətlərindən danışır. Nə oldu, mən niyə danışmamalıyam kişilikdən, ha? Anasını aparırlar, kimsəsiz qadınları evinə qoyub, gəlib ana muğamını oxuyurlar. Onda ayıb olmur, mən kişilikdən danışanda ayıb olur. Nə olur be? 5-10 manat borcum var deyən kişilikdən danışmamalı ya. Taley, 5-10 manat yox, 60.000 manat. Laf olsun 60 bin borcum var qismən. Ay 60 bin borcum var. Mən oturub burada kişilikdən danışıram. Talip, Gülməyin başlar. kalk. Hadi. Yoldaşlığı da götür, çıx Allah evdən. bağışlasın. Başa düşməm nə? Deyirəm, çıx evdən. Hə, çıxmıram. Deyirəm, çıx evdən. Yavaş, çıx. Ha, məni qana salmaz, çıx git. Ya, Getməyəcəm. Sən o, sənin mən. Bir dəqiqə dayan, hə, bir dəqiqə. Arzu, bu evdə mənim xətrimə dəydilər, belə istələmədim. Gəl, 5 fişini yığ, Haminə görüş gedirik. Ay Talih, bizim beşimiz yoxdur axı. Heç nə yoxdur, yox. Sərsər ventrilatör almışdım, onu götür gedək. Sındı tapmış. Qismət, sən mənə kondisioner borçsun. Hamın qızın yeri gəldə mənə borçsun, prost tarifdən. Görüş Haminə gedirik. İzvinti, biraz ses. Salam eləyik qardaş. Salam. Ceyran xanım ki, burada yaşayır, üzr istəyirəm dönə-dönə. Ceyran ne için bəyəm? Ceyran. Xahiş edirəm, bir dənə xəbər eləyərdiniz ki, Tümendən qonaqlar gəlibdir, xahiş edirəm.
rica ederim. Ceylan xanım. Harda? Tümenlə. Oy 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 bana qurban, necəsən? Kimdən? Bilirəm ey qardaş, mənim elə sifətim var ki, çox adam oxşamsınız, amma yanılırsınız. Yox. Nəfəsim yox. Yox. Necə xoşuma gəlir, bütün kameralar məni çəkir. Yaşsız Zagatala balı var. Ha, söysün ha. Ha, gör bir sən nədir, ventriyatorda. Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamız hanı doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban